Nə vaxt ki çətinliklər səni üstələdi, dərhal adını xatırla. Ümid. Sənə görə 50 illik dostumla, eşitirsən 50 illik dostumla mən üzgöz oldum. Qaqaş, nə biraz pul verə bilərsən? Ata... Sənə bir dənə pis xəbərim var. Nədir, yenə pul istəyirsən, hə? Yox, nə pul. Nə olur? Sinif rəhbərimiz Sevinç müəllimə səni məktəbə çağırır. Nə məsələ? Xətt ödəyən var? Yox, işləmək istəyirəm. Sizdə mənə aid iş tapılar. İlanı yuvasından çıxartmaq, atamı evdən çıxartmaqdan daha asandır. Gözün bunun üstündə olsun. Nəsə düzəməlli adam oxşamır. Babacığım, O nədir? avans, kef elə. Kimdir? Mənəm xalan. Xala, qaqaş deyib heç kimə qapını açmayım. Sənə qurban, təksən evdə. Hə, təkəm. Ümid yoxdur. Gözlərinə qurban. Aç, mənəm xalandır. Təksən evdə. Bu avara hara gedib, hə? Buna bax, uşağı evdə tək qoyub gedib. Sana mən nə deyim? Keç görüm. Vüqa, Buyur. işi aşırtdın. Hər qaqaş, işi də aşırtdım, pulları da yığdım. Və mənə. Seyfə, Cibə. Ay xalam oğlu, oyla açılan deyil. Necədir vəziyyət? Yaxşılıq ama. Öyrənə bilirsən? Hə, şükür Allah. Yavaş-yavaş öyrənirəm. Lap yaxşı öyrən. Babacığım, O nədir? avans, kef elə.
Ne oldu? Bir dənə aça bilmədin, nə oldu? Ay qaqaş, bax bunu iyi, bax bura qoyursan. Hə. Ay sağ, bax bu yaxşıdır. Bax belə saxla, saxla, bax belə saxla, öz işi olsun. Alo. Ümid, Hə, nədir xala? hardasan bala? Sənin nə evə lazımdır, mən hardayam? Belə şey olar. Uşağı evdə tək qoyub çıxıb getmisən. Fikirləşmirsən ki, kimsə evə girər? Mən indi sizdəyəm. Haçan gəlirsən? Birazdan gələcəm. Özdə bizə görə narahat olma. Özümüz baş çıxararıq. Sağ ol. Bir dənə şey bağlaya bilmirəm. Hə. Səndə qalmadı? Az qaldı. Ümid? Ümid? Bakın, ne oldu sana? Kim elip bunu? Ümid? Bakın sana. Gözleme. Pambıqla yolu getirin, gözle. Ümid? Ata, ana mənim indi sizə elə ehtiyacım var ki, kaş yanımda olardınız. Kaş məni tək qoymayaydınız.
Mən sizsiz yaşaya bilmirəm. Ta? Dayan. İndi onun vaxtı deyil. Sən oyuna köklənməlisən. Sabah sənin üçün ən vacib gündür. Hər dəfə yorulanda, hər dəfə özünə bacarmaram deyəndə çalış özünü toplayasan. Çünki insanın içindəki güc elə o halda üzə çıxır oğlum. Bu sənin sonun deyil, inan mənə. Bu sənin başlanğıcın. Hə, nə deyirsən? Başlayaq? Başlayaq. Piyadanı Y4 xanasına qoymaqda məqsəd mərkəzi ələ keçirməkdir. Rəqib gələcəkdə D5 gedişi ilə mərkəzi ələ keçirmək üçün piyadanı C6 xanasına qoydu. Ona görə də sən Karakan müdafiəsinə keçmək üçün digər piyadanı C4 xanasına qoydu. C4 xanasında olan piyadanla onun piyadasını vur. Piyadanı qorumaq üçün atı C3 xanasına qoy. Sən rəqibin atını vura bilərsən, amma tələsmə. O biri atını F3 xanasına qoy. O sənin hücuma keçəcəyini bilir. Çox güman ki, atları dəyişdirəcək. B2'də dayanan piyadanla onun atını vur. Filinin müdafiəsini gücləndirmək üçün atını F3 xanasından D2 xanasına qoy. Sən bununla gələcəkdə vəzirinin hücumu üçün əlverişli şərait yaratmış olacaqsan. Ümid, məni diqqətlə dinlə. Filin qarşısını almaq üçün atını o xəttdən çək. Topun vurulmasına fikir vermə. Fikrini hücuma cəmlə. Ümid, rəqib artıq sənin toruna düşüb. Şahı boş xanıya qoy. Uğurlar. Şah. Mat. Həsən, nə xəbər var? Necə tapa bilmirik? Başa düşürsən, Cavad bu alçağın əlindədir.
Her yer axtarın, qaqaş. Her yer axtarın. Hardadır xalaoğlu? Xalaoğlu! Nə xəbər var? Ne bileyim xalam oğlu tapa bilmir. Ha, necə tapa bilmirəm? Tapa bilmirəm. Ha, üz gözünün alma bu. Bilmirəm da neyniyim? Ha, Cavatdan xəbər yoxdur. Cavat bu alçağın əlindədir. Başa düşürsən məni? Mən elə bilsən bilmirəm onu hardadır Cavat. Hara baxmısan? Evinə qədər getmişəm. Qəbirstanlığa baxmısan? Deyirəm ki, sən qapısına qədər getmişəm. Ha, açarı ver bura. Açarı ver. Sənə bir şey tapşırdım. Yarıtmadın məni. Ay xalam oğlu. Artistliyinə bax, hey ala. Gör ürəyi yanır da Cavat. Ne oldu? Düzelir, düzelmir. Gələn baxmağa. Tamam. Yaşar müəllim olar. Gəlin, gəlin. Müəllim şad xəbər var. Ümid şahmat yarışında qalib olub. Ne güzel. Güzel haber oldu. Yaxşı vaxtında gəlmişsiniz. Kamuranın atası Rafik müəllimdir. Biz onu çağırtırmışsınız. Nəsə bir xəbər var. Rafid müəllim. Çox şad oldum, Sevinç müəllim. Deməli, Kamran sizin sözünüzə baxmır. Şəxsən mən olsaydım, belə müəllimlərin sözündən heç vaxt çıxmazdım. Hə uşaqlar, indi deyin görək kim nə yeyir, nə içir. Mən işte yemirəm, çay içəcəm. Müəllim mən də çay içərəm deyə get. Topmada əzasız, pəhrizdən sevir. Fəhrizi deyilik, sadəcə iştahım yoxdur. Mən bir şey maraqlıdır ki, Ümidin yarışı necə keçdi. Necə keçəcək? Təbii ki, əla. Onun yanında mən varam. İnşallah yaxşı olar. Gedək çaylarımızı götürək, sonra bunu danışarıq. Məncə. Sabahınız xeyir görək. Sizə 4 dənə çay verərsiniz, zəhmət olmasa. Çox sağ ol. Mənim çempionum, mənim pəhləvanım, mənim sportsmenim. Çempionsan da. Natiq müəllim. Ne oldu sizin o sertifikasyon işiniz? Mənə gül almışsın. Güle gül alarlar da. Hem de kilaf. Hem yana yığışıblar. Yeyirlər ha? Qoy yesinlər, qoy yesinlər. Sabah düzülə mədələri ağrıyanı mən deyəcəm, tələsmə. Yeyirlər bütün. Kimi pişirmişəm.
pizza, qəşəng buterbrotlar düzəltmişəm onlar üçün. Qalıb orada ağzı günə yemirlər. Ha, deme. Az şeyler gider. O gün bir prov elədim, ürəyim ağzıma gəlir. Darı da belə əndirə bağlı deyil. Kiç şeylər. Burger, hamburger, ne burger. Yemeğe neyim var yemeğe? Mal bir. Gedən atası. Deyirlər ki, ciddi şirkəti var. Kimin? Özdə pulunda, balda gəzmir. Bilmem. Ne biliyorum? Saçkalı pizzanın ömrü çok olmaz, narahat olma. Yemek bir şey. Sənə dolma pişirmişəm, dolma. Yarpaq. Nazi. Olacaq. Orada da amma gidi orada ye. Görməsinlər. Ancaq sənin üçün pişirmişəm, Narcik. Əlacım olsa, bu çayı tökərəm bu gədənin başından başa. Əşya fikir vermə, baş ver. Görəsən Ümiddən nə xəbər var? Nə mesajlara cavab verir, nə də zəngləri açar. Mən bax, Aynur. Bəlkə yazasan, yarışda çıxandan sonra cavab verəcəklər. Nədə? Düz deyirsən. Ana Arza. Tirseli alana baxmış, başınız qaçır. Hə? Saqqal, maqqal. Bu nə daha? Böyüyümüz ana, böyüyümüzü tanır. Rıza, gələcək, narahat olma. Belə nə sözün varsa mənə deyə bilərsən. Sənə? Ha. Ha. Sən kimlərin mən heç qapında it yerinə saxlamıram. Ana var Rıza. Hə? Rıza'nı tanırım bura. Özü hörmət eləyim, ala. Hə? Ana o böyücünüz. Onu böyücün. Hə? Gələcək, narahat olma. Cavad, necəsən? Uşaqlar necə qarşıladılar səni? Hər şey yaxşıdır. Ha, Rıza. Sən ki mənə yaxşılayırsan. Saqqallarını bir dənə mənə bıraxsınlar. Əl qolunu açsınlar. Bilsən də, burada daş üstə daş qoymağım heç. Sən ki mənə tanıyırsan. Elə ona görə də sənin əlin açılımdır da qardaş. Sənin əlin açılanda sən özün apara bilmirsən. Harda qaldı bizim bu təzə çempion? Yazıb ki, çatır. Yaxşı. Görsən, kişi də mənə deyir ki, get ikinci qrupa imtahan ver. Biznesmen ol, nə bilim nə. Elə nə varsa idmanda var. Bizdə çempion gəldi. Oo, təbriklər. Təbrik edirəm, Aykun. Harda qaldın? Çayın da soyubdu. Gəlirdim də yoldaydım. Sən üz gözünə nə olub? Bu nədir? Mənə bax, başa düşmədim. Sən şahmat yarışına getmişdin, ya qaydasız döyüşə? Mənə bax, yenə onlar idi.
Yox da onlar deyildi, heç nə Kim? olmayıb. Onlar eləyibsə denən ki, bu səfər başqa cürə danışmalı. Heç nə olmayıb deyirəm. Adicə yolda gedirdim, bir dənə uşaqla sözüm çəp düşdü. Şu, öz aramızda həll elədik. Böyük problem olsaydı mən sənə deyərdim, narahat olma. Yaxşı uşaqlar. Sakitləşək, sən də danış görək. Yarışı necə keçdi? Normal. Düzdür, birinci elə bildim uduzacam, amma sonra yaxşı oldu şükür. Nə yaxşı oldu? Lap əla oldu, Aynur. Sağında bir çempion, solunda digər çempion. Bir dənə arzu tut. Düz deyirsən, hə? Əllərinizi verin. Mən bağışlayın, atam zəng vurur. Qoyma deyə düzəlməlilərinizi tutun. Ümid, mən düzünü de. Hər şey yaxşıdır. Yaxşıdır. Narahat olma. Bəh, bəh. Səməndər. Bax, başlıq balası. Başlıq parası. Cehiz zat lazım deyil. Müəllim adamsan. Yox, sən narahat olma. Mənim pulum var. Mən o vaxt akademiyada baş elmi işçi işləyəndə mənə Novxanadan 8 sot torpaq vermişlər. Onu satmışam, 2 ildir xərcləyirəm. Davamı gəlsin. Davamı gəlsin. Bayaqları o vaxt dedin, o vaxt deyəndə, o vaxtlar var idi, burada sasiska yeyirdik. Bəh, 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 bəh. Sasiskanı batırırdın o sabitsin, o xardalına, adamın başından tüssük çıxartırdı sərcə. Demə. Hələ pivədən danışma. Yayın o cır-hacırında birbaşa kəlləkdən süzürdün köpürlənə. Ha, Bircə dənə Jiguli pivəsi içirdin, axşama qədər səni sərin saxlayırdı. Qaxac gəlsəydi, qaxac. Gələcək. deyirəm, Səməndər, bunda səni sağlıq var. Şey, Yox, bir dəqiqə dayan. Bir də şəkil çəkdirək, sonra içərik. ha? Bir də, qardaş oğlu, bir dəqiqə olar sənin, bir də bizim şəkilimizi çəkərsiniz də. Zəhmət olmasa. Bir də bizim şəkilimizi çək də. Nəfsi? Ay, çox sağ ol. Çox. Allah. Allah mübarək eləsin. Sağ ol, çox sağ ol. Nə oldu? Atan nə dedi? Çempion olmağa münasibəti ilə təbrik elədi. Bir də bir-iki şey yollamağa söz vermişdi. Dedi ki, gələn həftə onları göndərəcək. Bura gəlmək fikri yoxdur. İndi işini qoyub gələ bilmir. Amma qabaqdan ad günü gəlir. Söz verib ki, ad gününü bizimlə keçirdəcək. Yaxşı, mən gedim. Məşqim var. Ver çantanı tut. Çantan açıq qalıb. Bağladım. Ümid, indi nə fikirləşirsən? İndi heç nə. Sadəcə işləməyi, xəyalə ilə özümə bir təhər sahib çıxmağı, dolandırmağı fikirləşirəm. Bəs məktəb necə olacaq? İşlə düz gələcək? Əlbəttə düz gələcək. Dərslərdən sonra işləməyə gedəcəm inşallah. Nə vaxt universitetə hazırlaşacaqsan? Sənin şaxmıtan, məktəb dərslərin, hələ dincəlməkdən nə eşidirəm? İnşallah bacardığım qədər işləyəcəm dərsdən sonra. Bir də ki, insanın bacarmadığı bir şey yoxdur.
Əgər bir insan nəyisə istəyirsə, ona mütləq nail olmalıdır. Yaxşı. Mən getdim. Yaxşı. Gece vaxtlardan gəlirsən. İşim var idi. Ayşah. Ayşah bir dakika dayan. Buraya gel görün. Yakın gel. Sen ne işin olabilir? Ay balam. Hara gedirsən bilinmir, hardan gəlirsən bilinmir. Yesiz sənsən. Ay bibi, onsuz da çox yorğunam. Sən də bir tərəfdən yorma da məni, nə olar? Özdə ki, sən burada nə gəzirsən? Keçən səfər sizi evdən qovmadım. Geçen dəfə mən dinmədim. Cahangir'e göre dinmədim. İstemedim dava dalaş düşsün. Buna bax. Ev sahibi olub mənim üçün. Bura tək sənin evin deyil. Bura həm də mənim ata-baba yurdumdur. Xeyr, bura bizim evimizdir, mənlə xəyallənin evidir. Sən ancaq burada qonaq ola bilərsən, o da mənim istəyimlə. Ümid. Belə eləmə. Safran mən zəngiliyib çağırtdırmışam. Sən evdə tapılmırsan, uşaq da evdə tək qalır. Nə etməliydim? Mən onu yaxşı tanıyıram. Nədir pislik eləmişəm sənə? Hə? Uşağı təkdanı qoymuşsan evdə gecə vaxtı. Yemək də yox, gəlib sizə yemək pişirmişəm. Xalavız da pal-paltarınızı yuyub sərib. Ona görə də qulaqlarımı aç. Mənə yaxşı-yaxşı qulaq as. Sən də, xəyalə də, mənim himayəmdəsiz özdə qanunla. Sizə cavab demələm. Neydi yox? Öyrənəcəm. Öyrənəcəm görüm sən bu gecə vaxtı harda sülənirsən. Hansı avaralarla oturup durursan. Səhər də durub gedəcəm məktəbə, birbaşa direktorun yanına. Soruşacağım görüm sən bu məktəbdə nə oyunlardan çıxırsan. Sonra da qaydandan sonra imtina eləyəcəm sizdən. Onda səni də, bacığı da soxacaqlar yetimxanaya. Bəlkə onda ağlın şura gəlsin. Bitirdin? Sağ ol. Yar gələndə toz olmasın. Elə... Bu oyunu oynaya bilən də oynayır, oynaya bilməyən də. Bu nədir? Gəl görün bunlar nə oynayırlar. Nə oynayırsınız? Bu nədir? Zərbiz yoxdur ki. İnkişaf. Kimin gedişidir? Mən. Oyna da. Atla gəlirsən üstümüzə. Oyna da.
Dayan, öyle. Tamam, fikirləşdim. Oh. Allah. Ha. Ne bakırsan at kimi, oyna da. Ha? Dayan. Şah. Ve mat. Ha, deyirəm də, oyunu gərək oynayabilən oynasın. Siz ən yaxşısı budur, yedin nərd atın. Geçələrə su səhmişəm, olmasın. O çaxırı elə içdim. Rafiq müəllim, mən çox narahatam. Atamdan bir xəbər yoxdur. Və Yəni, siz özünüz də yaxşı bilirsiniz. Atam evdən bayıra çıxan adam değildi. Son vaxtda gecələr də yatmırdı. Onu axtaran adamlar da bilirdi ki, onu harda tapmaq olar. Bugün səhər getdim, tapa bilmədim. Yenə əvvəllər qonşu var idi, onlardan soruşurdum. İndi sayənizdə qonşu da qalmayıb ki, gedim soruşum. Nəsə səni başa düşə bilmirəm, deyəsən, iki başlı danışsın əvvəl, ha? Rafiq müəllim, deyirəm ki, özünüz də yaxşı bilirsiniz. Mənim atama sizdən başqa problem yaradan adam olmayıb. Və bunu da hamı yaxşı bilir ki, atam sizi özünə düşmən bilirdi. Ay, gədə. Mən hələ bu vaxta qədər heç kimə problem yaratmamışam. Sənin atavın da, o birilərinin də, hələ üstəlik sənin də pulunu vermişəm. Özü də artıqlamasıyla. Nə olsun? Nə olsun? O olsun ki, problem yaradan sənin atan olub həmişə. Mən yox. Sənsə, indi gəlmişsən mənim kabinetimə. Mənimlə üzbəüz dayanıb, məni, Rafiq müəllimi, şantaj edirsən, ha? Sən başa düşdün, şantaj. Atamın dərdindəyəm. Bırax məni. Sen de mi? Ya, bu da başa düştün de yəqin. Gel de. Cevat kurban olmaz gözüme. Cevat kurban olmaz gözüme. Ekmeği! Gidin götürmürler. Cevat kurban olmaz. Sürekli! Ekmek! Cevat kurban olmaz. Cevat kurban olmasın. Cevat! Valideyn şagird belə gül göndərmir. Bu imzasız güldür.
Hər neysə, eşq buketinə oxşuyur. Verməklə məqsədim odur ki, vaxtımı daha yaxşı şeylərə sərf edəcəm. Heç nədir bu? Keçən səfər aldıqlarımın ödəyim. Bu pullar səndə hardandır? O zamanlar özünü çox qəribə aparırsan. Sizə çox vacib bir məlumat verməyə gəlmişəm. Neçə gündür ki, atamdan bir xəbər yoxdur. Hara gedirsən? İşim var. Abala. Ağam! Kömək edin! Ağam!